19 yanvar 2026-cı il həftənin bazar ertəsi gündür dəyərli izləyicilər. Azərbaycanlılar Rusiyadan deportasiya olunurlar. Rusiyada deportasiya dalğası başlanıb. Son 3 gün ərzində Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları ölkəyə giriş və ya qalma qaydalarını pozmuş 97 xarici vətəndaşı deportasiya edib. Musavat.com xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb və bildirilir ki, ölkədən çıxarılanlar arasında 41 nəfər Özbəkistandan, 29 nəfər Tacikistandan, 16 nəfər Qırğızıstandan və 7 nəfər Azərbaycandan, 4 nəfər isə Qazaxıstandan var ki, bunlar həmin ölkələrin vətəndaşlarıdır və məlumata görə miqrantlar əvvəlcə müvəqqəti saxlanma mərkəzinə yerləşdirilir, daha sonra isə onların barəsində ölkədən çıxarılma ilə bağlı qərar rəsmiləşdirilir və nəzarət altında sərhədə çatdırılırlar. Qanunvericiliyə əsasən deportasiya edilən şəxslərin Rusiyaya yenidən girişinə 5